Sabahımızın Azərbaycan düşməliyik. Respublikası hökuməti, Azərbaycan Respublikasının necə deyərlər, beyni belə bir qərar verdi ki, Güney Azərbaycanla bağlı bu hərəkat dəstəklənsin. Və mənə onda maraqlı olacaq bizimkilərin mövqeyi. Məsələn, burada çox Güney, İrançılar var, bəli, razıyım. Güney federalçılar var, Azərbaycan filanlar. Məsələn, federalçıları mən anlayıram. Onlar iddia edirlər ki, biz yenə Qərbi Azərbaycan ostanı, Şərqi Azərbaycan ostanı tutalım, birləşdik, olduq bir Azərbaycan vilayəti adında dəyişdik. Yenə biz bağlandıq Tehrana, yenə orada Fars mərkəzli bir hökumət varsa, indidən fərqimiz nə olacaq? Yenə bizi uzağa atacaqlar, yenə bizə büdcə ayırmayacaqlar, yenə bizim səsimizi eşitməyəcəklər, parlamentdə bizə aziz verəcəklər, fraksiya formalaşdırmağa imkan yaratmayacaqlar. Yenə biz bu federallı hökumətin içərisində heç bir haqqa, hüquqa sahib olmayacağıq, öz qərarlarımızı verə bilməyəcəyik. Və bu nə verir deyə sual edirlər. O zaman təbii ki, istiqlalçılara meyil başlayır. İstiqlalçıların isə iddiası ondan ibarətdir ki, siz də mən də bu prosesi illərdir izləyirik, yazırıq eyni zamanda. Onlar da deyirlər ki, biz bunu dənədik. Federallaşmağı da dənədik, hakimiyyətdə təmsil olunmağı da dənədik. O Fars kimliyi üzərində qurulan hakimiyyət bizi uzaqlaşdırdı, türk kimliyini tamamilə faktor olaraq hakimiyyətdən uzaqlaşdırdı, Fars kimliyinə xidmət edən bir rejim yaradıldı. Biz daha istəmirik. Biz hər dəfə gedib inqilab eləyib, qurban verib, sonra da öldürülüb, o inqilabın ölən evladı olub, təzdən əzilmək, tapdalanmaq istəmirik. Biz öz taleyimizə sahib çıxmaq istəyirik. Amma soruşanda da ki, bəs o zaman coğrafiya olaraq nəyi necə düşünürsünüz? Bax, böyük sual, ən böyük sual onda yaranır. Haradır bura? Bu coğrafiyanın əvvəli qərbi nədir, şərqi nədir, sərhədi haradır, harda başlayır, harda bitir. Bax, bunlar hamısı İran üçün, region üçün, bizim Azərbaycan türkləri üçün çox vacib məsələlər ki, bununla institutlar məşğul olmalıydı, bununla dövlət ağlı məşğul olmalı. Bizim buradakı dövlətimiz də təzə dövlətdir də. Yəni biz hələ oturuşmağımız regionda indi baş verir. İndi biz 4-cü 10 illiyə keçmişik. Bunlar 10 illiklərin məsələsidir. Amma bir məsələni yenidən təkrar eyni səhvi edə biz bu prosesi nə edirik? Uzadırıq, deyilmi? Məsələn, mən buna belə baxıram və fikirləşirəm ki, bax, bu yeni dünya düzənində fərqli bir mənzərə ortaya çıxmalıdır. O fərqli mənzərə Pezeşkiyan rəhbərliyində bütöv İranda ola bilər. O fərqli mənzərə Güney Azərbaycan sözün əsl mənasında qalxıb öz taleyinə sahib çıxmağı da ola bilər. Amma necə olacaq? Bu hələ böyük sualdır. İzin şərəfinizlə, icazəniz və rüsxətinizlə mən bu suala Elçin Aloğlu kimi yox, Qərbin bir sıra aparıcı analitik düşüncə mərkəzlərinin eksperti kimi cavab verim, icazəniz olarsa. Yəni, Qərb tərəf, James Dowell fondundan, Hudson Universitetindən, Rotary Clubdan və s. Halbuki, mənim bu barədə həmən təşkilatların saytlarında və bir çox məqalələrim var, araşdırmalarım var, fikirlərim mən həmişə demişəm. Və əfsuslar olsun ki, hər şey dediyim kimi olur. Məsələ nədən ibarətdir? İstiqlalçılar və federalçılar arasında çox dürüst bir bölgə apardınız. Lakin və fəqət burada məsələ nədən ibarətdir? Dediyim kimi, bir anlıq təsəvvür edək ki, Güney Azərbaycan müstəqildir. Azərbaycan güzəyə birləşəcək, birləşməyəcək, o ayrı bir məsələ. Birləşər nə yaxşı, birləşməz nə gözəl. Şimali və Cənubi Koreyalar var, bir xalqın iki dövləti ola bilər, niyə də yox. Dünyada bu az görünməmiş bir şeydir. Ərəblərin başlığı 23 dövlətlər var ərəblərin, bəli. Hə, burada bir məsələ problem deyil. Problem bilirsiniz nədir? Güney Azərbaycan heç vaxt müstəqilliyinə razı olmayacaq qonşu dövlətlər. Çünki Güney Azərbaycan müstəqil olan kimi İrandakı bəlucular deyəcək ki, bizi Sistan Bəlucistan bizik. Biz də müstəqillik istəyirik. Bizim nəyimiz əskikdir? Güney Azərbaycanlardan az öldürülmüşük, az məhv edilmişik, az repressiyalara məruz qalmışıq. Belə də Əhvazda, Luristanda olan şəxslər deyəcək, biz də ərəb ölkəsi yaradırıq. Özləri da silahlanıblar bizdən fərqli olaraq. Bizim gücümüz çoxluğumuzda da onlar silahlı təşkilatlar yaradıblar. Və bunu da qoyuram kənara. Bunun hər şeyini qoydum kənara.
Siz düşünürsünüz ki belə olan təqdirdə İrandakı kürdlər boş yanacaqlar. Onlar artıq indidən rojvalat qurublar. Onlar artıq kağız üzərində. Onlar artıq indidən İrandakı Kürtlərin yaşadığı ərazilərlə bahəm Sulduzdur, Makudur, Ərdahandır, Ərdəbildir, sonra Xoydur, Mərənddir. Bütün bu şəhərlərimizi daxil ediblər öz ərazilərinə. Sizcə Türkiyə buna razılaşacaq? İran ərazisində Kürdistan muxtariyyətinin olmasına, hələ ən yaxşı halda muxtariyyətinin olmasına. Sizcə buna İraq razılaşacaq? Sizcə buna, çünki burada muxtariyyət yaranan kimi İraqın şimalındakı Kürdlər deyəcəklər, biz ayrılırıq ümumiyyətlə. Və onda Kürdistan, İraq Kürdistan özü ikiyə bölünəcək. Çünki Süleymaniye şəhəri, Tələbaninin hakimiyyətdə olduğu şəhər İranın nəzarətindədir. Ərbil isə artıq orada Bərzani ailəsi İsrail və ABŞ-ın nəzarətindədir. Zaten Bərzani ailəsinin yarı Yahudidir. Və beləcə bölünmə gedəcək. Xaotik parçalanma bunun qarşısını heç kəs ala bilməyəcək. Birinci olaraq bu layihəyə qarşı çıxan dövlət Türkiyədir. Və buna görə çıxır, bəli. Bəli, buna görə də bilirlər ki, bu işin axırı pisdir. İranın parçalanmasını hətta ABŞ belə anlayıb ki, İranı parçalamaq olmaz. Biz çox danışa bilərik, Güney Azərbaycan müstəqil olsun filan, amma buna əzizlərim imkan verməyəcəklər. Nə Türkiyə, nə Pakistan, nə ABŞ, nə İsrail, nə Ərəb ölkələri, nə Rusiya, nə Çin, heç kəs qoymayacaq İran parçalansın. Çünki İranın parçalanması yaxın şərqdə elə bir qan gölü yarada bilər ki, onun qarşısını heç kəs ala bilməz. Kürdlər Azərbaycanlılara, Azərbaycan Kürdlərə, Azərbaycanla Kürdlər birlikdə lorlara, lorlarla bəlucular ərəblərə, ərəblərlə lorlar bəluculara. Yəni elə bir xaos yaranacaq ki, bunun qarşısını almaq qeyri-mümkün olacaq. Ona görə də bu tam xəyallardan əl çəkərək muxtariyyət qurmaq lazım. Muxtariyyət, bax, gəlirəm federallaşma. Federallaşmanın ideyasının əlil yönü ondan ibarətdir ki, nədənsə federallıq ideyasını, muxtariyyət ideyasını Şərqi və Qərbi Azərbaycan ostanlarının birləşməsi, Azərbaycan ostanının yaranması kimi nəzərdə tutulur. Əzizlərim, bacı və qardaşlarım, övladlarım, mübarizə inzibatı vahidin adının dəyişməsi ilə getmir. Mübarizə ondan ibarətdir ki, və olmalıdır ki, Güney Azərbaycana tam geniş muxtariyyət verilməlidir. Özünün konstitusiyası, özünün parlamenti, necə ABŞ ştatlarının hər birinin özünün konstitusiyası, özünün senatı, özünün kongresi, özünün parlamenti var və necə İsveçrə kantonları, niyə də yox? Necə Britaniyada Wales var, Şotlandiya var, necə Rusiyanın tərkibində var. Bu fars əqidəsi demək deyil. Birinci dilimizi bərpa edək, yerimizi möhkəmləndirək, gücümüzü toparlayaq, təşkilatlanaq. İndi nə silahımız var, nə təşkilatımız var, nə milli liderimiz var güneydə, nə bir ortaya çıxarmağa ideyamız yoxdur. Yarısı federallaşma deyir, yarısı istiqlal deyir, yarısı bölünmə deyir. Hər ağızdan bir avaz gəlir. Belə bir şəraitdə Güney ən yaxşı halda İraqdakı Azərbaycanlıların taleyini təkrarlayacaq. Quzey Azərbaycan rəsmi Bakı olmasaydı, Tanrı bilir ki, İraqın şimalındakı soydaşlarımızı hansı vəhşət və dəhşətlər gözləyirdi. Rəsmi Bakı işə qarışmasaydı, Ərbillə danışıqlar aparmasaydı, Bağdadla danışıqlar aparmasaydı, Ankara ilə danışıqlar dərhal və Təl-Əvivlə xüsusilə danışıqlar aparmasaydı, halı yaman olardı bizim oradakı soydaşlarımızın. Bunu anlamaq o qədər mi çətindir? Biz ya ideyalarla yaşamalıyıq, ya reallıqla. Reallıq bundan ibarətdir ki, bizdən istifadə etmək istəyirlər. Və biz buna getmirik. Kimə qarşı? Həm Tehran istifadə etmək istəyir, kimə qarşı Elçin bəy? Bir özümüzə qarşı. Bax, siz bayaq çox gözəl dediniz, pərişanlıq, puçluq, tədirginlik, peşmançılıq hissi yaratmaq və milli azadlıq ideyasını məhv etmək, boğmaq. Məsələ bundan ibarətdir. Türkiyənin bəzi kanalları Təbriz küçələrində reportajlar güya hazırlayırlar. Və bu reportajlarda hamısı Tehran rejimini dəstəkləyir. Doğrudan mı Təbrizdə bir müxalif fikirli bir adam yoxdur? Yaxşı, qorxusundan danışır.
Axı biz jurnalistik də, biz bilirik bu fəndlər necə edilir də. Biz bunu bilirik. Bunu bizə yedirtməsin. Və Heç yaxud də da jurnalist heç Türkiyədə kimə yaxınlaşıb bombanın altında soruşmaz ki, qorxursan. və yaxud da Türkiyənin telekanalları, əksər telekanalları Jurnalistikanın da dibi də elə insanlığın da fikir, dibi. Allah qoymasa fikir öndərlərdir. Mən bu fikir öndərlərin açığını sizə deyirəm. Mənim işim Qərb ekspert cəmiyyətində işləməkdir. Bəli, mən onlarla işləyirəm hər gün. Mən bu adamları tanımıram. Mən bu adamları nə Davosda görmüşəm, nə Münhendə görmüşəm, nə Cenevrədə görürəm, nə Dubayda görürəm. Yəni beynəlxalq nüfuzlu təşkilatlarda mən bu adamları görmürəm. Bunlar ola bilər Kocaelidə, Dumlupınarda və yaxud da hər hansı bir yerdə yığışırlar öz aralarında, panel keçirirlər və bir-birlərinə hoca deyirlər. Mən bu adamları sevmirəm. Niyə? Çünki bunlar bisavaddılar, cahildilər. Bunlar Türk düşmənidirlər. Azərbaycan xəritəsini göstərirlər və deyirlər. Bu İrandır. Bu İranın Şərqi Qərbi Azərbaycan ostanlarıdır. Orada yaşayır 7 milyon Azəri, 8 milyon İsfahanlı, 5 milyon təkə türkman, 6 milyon əfşar və mənim xalqımı bölür. Fars şovinist, Hannibal, qaniçən rejiminin saxta və ikrah doğuran ideologiyasını Türkiyənin dırnaq arası fikir öndərləri təkrarlayırlar və israrla adımıza Azəri qoyurlar.